Elnur bəy, belə bir sual gəlib. Uşağımda ürək qüsuru aşkarlanıb və həkim əməliyyat olmağını bildirib. Qapalı və ya açıq əməliyyat olduğunu hansı protokollara əsasən həkim tövsiyə edir? Birincisi, müayinə ediblər, baxıblar. Birincisi, kim müayinə edib? Uşaq kardioloq yoxsa böyük kardioloq? O da çox önəmlidir. Çünki o çox önəmli bir faktordur. Hər kəs öz işini dediyim kimi məşğul olmalıdır, dəyərləndirməlidir. Uşaq kardioloq baxıb deyibsə, cərrahi edirsə, cərrahi əməliyyat olunmalıdırsa, onun protokolları var. Yəni hər xəstə açıq əməliyyata getmir və ya hər xəstə qapalı ürək əməliyyata getmir. Onun nüansları var. Deyirəm ki, hər qulaqçıq çəpər invazivə də uyğun olmur. Paralel olduğu zaman açıq ürək əməliyyata da gedir və s. Ona görə də mütəxəssisin qərarı ilə xəstəyə davranmaq hər zaman məqsədə düzgün olar və burada tək qazandığımız şey uşağımız olacaq. Xahiş edirəm valideynlər ancaq mütəxəssis yanına gedib onun fikri ilə hərəkət etməniz tövsiyə olunur. Bu tür videoları izləmək istəyirsinizsə, şərh bölümümüzə öz fikirlərinizi, öz suallarınızı yaza bilərsiniz. Bizdə də münasib bir zaman sizə o suallarla geri bir dönüşüm eləyə bilərik. Hörmətlə Elnur İmanov.